Peyvənd nədir? Xəstəliklərlə mübarizədə ən effektiv metod hesab olunur. Etibarlıdır bu peyvəndlər. Ölkəmizə gələn bütün peyvəndlər son dərəcə etibarlıdırlar. Hansı yaş dövrlərində hansı peyvəndlər olmalıdır? Ümumiyyətlə hər ölkənin, hər dövlətin özünə uyğun peyvənd tərkibi vardır. Erkən yaşlarda ümumiyyətlə uşaqlara peyvənd vurmanın hər hansı bir təhlükəsi varmı? Peyvənd vurmanın heç bir təhlükəsi yoxdur. Valideynlər arasında peyvəndlər haqqında yanlışlar var. O yanlışlar hansılar? Peyvəndlər haqqında yanlışlar çoxdur. Hazırda Sumqayıtda peyvəndləmə prosesinin vəziyyəti necədir? Analarla mütəmadi olaraq maarifləndirmə söhbətləri aparılır. Hər vaxtınız xeyir əziz izləyicilər. Can həkimi verilişinin növbəti buraxışında xoş gördük sizləri. Bu dəfə verilişimizdə peyvəndlər və onun əhəmiyyətindən danışacağıq. Qonağımız isə Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin həkim pediatrı Xədicə xanım Mollayevadır. Xədicə xanım, xoş gördük. Xoş gününüz olsun Rəmin müəllim, hər vaxtınız xeyir olsun. İlk öncə verilişinizi təbrik edirəm. Maarifləndirmə istiqamətində açılan verilişiniz uzun ömürlü olsun. Təşəkkür edirəm. Öncə belə bir sualım var, peyvənd nədir? Rəmin, ümumiyyətlə bütün dünyada immunoprofilaktika ciddi yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv metod hesab olunur və əhalinin sağlamlığına yönəlmişdir. Peyvənd isə çox qorxulu, təhlükəli virus və bakteriyalara qarşı xüsusi hazırlanmış immunobioloji preparatdır. Həmin bu preparatın tərkibində spesifik immun reaksiya törədən antigen və əlavə maddələr var. Peyvənd necə işləyir? Peyvəndlərin tərkibində bayaq söylədiyim kimi çox ciddi, yoluxucu, təhlükəli xəstəliklərə qarşı zərərsizləşdirilmiş, zəiflədilmiş forması və yaxud da ki, kiçik bir hissəsi daxildir. Uşağa peyvənd vurulduqdan sonra orqanizmə daxil olan həmin virus və mikroblar orqanizmin bütün immunitetini bir növ səfərbər edir və orqanizm həmin mikrobla mübarizəyə başlayır. Mübarizəyə başlayarkən isə orqanizmdə anticismlər əmələ gəlir. Bu anticismlər ömürlükdür, orqanizmdə qalır və uşaq həqiqi virus və bakteriya ilə tanışdıqda artıq bu orqanizmdə anticismlər var. Onlar həmin bu bakteriya və virusu məhv eləməyə doğru başlayırlar işləməyə. O zaman uşaq ya bu xəstəliyə heç yoluxmur və yaxud da yoluxsa belə onu çox yüngül formada keçirə bilir. Peyvəndə əks göstərişi olan, xroniki xəstəliklə mübarizə aparan, onkoloji xəstəliyi olan uşaqların da həmin xəstəliklə yoluxmasının qarşısını alır. Yəni tək özünü deyil, ətrafı da qoruyur. Bəzən sosial şəbəkələrdə valideynlər arasında peyvəndə qarşı bir əks təbliğatla rastlaşırıq ümumiyyətlə sosial şəbəkələrdə və valideynlər də yəni ki, bu sualı düşündürür. Nə üçün uşağımı peyvənd etdirməliyəm? Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslansaq, hər il dünyada 4 milyondan çox insan məhz uşaqların peyvənd olunması sayəsində ölümdən xilas olurlar. Yəni bütün bunları nəzərə alaraq uşaqlarınızı təhlükədən qorumaq üçün, təhlükəli viruslarla, bakteriyalarla ünsiyyətdən, xəstəliklərdən, fəsadlardan qorumaq üçün uşaqlarınızın peyvənd olunması vacibdir. Etibarlıdır bu peyvəndlər. Ölkəmizə gələn bütün peyvəndlər son dərəcə etibarlıdırlar. Dünya Səhiyyə Təşkilatının təsdiqi, tövsiyəsi ilə gətirilir. Bütün GMP standartlarına cavab verərək, eyni zamanda beynəlxalq laboratoriyada sınaqdan keçirilərək gətirilir. Peyvəndlərin saxlanma şəraiti istehsal olunan yerdən peyvənd olunan poliklinikaya qədər soyuq zəncir prinsipinə əsasən çox ciddi qorunur. Soyuducularda saxlanılır, ta istifadə olunaraq həmin soyuducularda qalır, istifadə olunanda yalnız soyuducudan çıxarılır və soyuducularda müəyyən termometrlərlə onların saxlanma mühitinin temperaturu saxlanılır. Bu da hər gün nəzarət olunur. Yəni etibarlıdırlar, ürək rahatlığından istifadə edə bilərlər. Hansı peyvəndlər Azərbaycanda hazırda tətbiq olunur və hansı peyvəndlərdə uşaqlarda istifadə olunur, yəni peyvəndlərin uşaqlar? Bir də hansı yaş dövrlərində hansı peyvəndlər olmalıdır? Ümumiyyətlə hər ölkənin, hər dövlətin özünə uyğun peyvənd tərkibi vardır. Bu peyvənd tərkibində bizim yaşadığımız coğrafiyadan, iqlimdən və xəstəliklərin yayılma səviyyəsindən asılıdır.
Azərbaycanda hal-hazırda 11 ciddi, təhlükəli, yoluxucu xəstəliklərin peyvəndləməsi aparılır. Doğum evindən, uşaq doğulduqdan sonra hepatit B və BCG peyvəndidir, yəni vərəməliyinə peyvənd. 2 ayından sonra isə biz artıq poliklinikalarda başlayırıq peyvəndin davam etdirməyə. 2024-cü ilin mart ayından biz bildiyimiz kimi Azərbaycanda peyvənd təqvimində dəyişiklik oldu və bu dəyişiklik də bizə dövlətimiz tərəfindən yeni gətirilmiş Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş heksasin peyvəndi ilə bağlıdır. Heksasin peyvəndli 6 valentli, yəni bir peyvəndin içərisində 6 yoluxucu, qorxulu xəstəliyin peyvəndi var. Bütün bu peyvəndlər hamısı 11 ciddi xəstəlikdən uşağı qoruyur. Və biz uşaqları doğum evindən başlayır, poliklinikada isə artıq 2 ayından peyvənd olunmağı davam etdirir. Erkən yaşlarda ümumiyyətlə uşaqlara peyvənd vurmanın hər hansı bir təhlükəsi varmı? Erkən yaşda uşaqlara peyvənd vurmanın heç bir təhlükəsi yoxdur. Əslində çox vacibdir. Çünki bəzi uşaqlar var ki, müxtəlif xəstəliklərə 2 yaşa qədər uşaqlar daha həssasdır. Məsələn, pnevmokokların törətdiyi və yaxud da HIV dediyimiz B tipli hemofil inflyuenzaların törətdiyi xəstəliklər bu 2 yaşadakı uşaqlarda daha çox rast gəlinir. Eyni zamanda 5 yaşadakı uşaqlarda bəzi xəstəliklər daha ağır formada özünü biruzə verir, daha ağır keçir. Məsələn, hepatit B, göy öskürək. Bütün bunların qarşısını almaq üçün uşaqların mütləq erkən yaşda peyvənd olunması vacibdir. Bundan əlavə bir şey də nəzərinizə çatdırmaq istəyirəm ki, bəzən uşaqlarda 2 yaşa qədər bu xəstəliklər ciddi fəsadlara səbəb olur və ölüm riskləri daha çox. Hansısa bir xəstəliyi keçirtmək, ona qarşı immunitet yaradırmı? Bəli, hansısa bir xəstəliyi keçirtmək ona qarşı immunitet yaradır. Bu o demək deyil ki, əgər hansısa bir xəstəliyi keçiribsə də uşaq, onun peyvəndini olmamalıdır. Çünki uşaq xəstəliyi əgər biz gözləsək ki, həmin uşaq peyvənd olunmasın, amma xəstəliklə xəstələnsin və onda immunitet yaransın, bu çox qorxulu tendensiyadır. Nəyə görə? Çünki biz bilmirik bu xəstəlik həmin uşaqda hansı gedişə malik olacaq. Öncədən bunu bilmək mümkün deyil. Uşaq bu xəstəliyi necə keçirəcək? Bunun bir fəsadı olacaqmı? Bir ağırlaşması olacaqmı? Nə ilə nəticələnir? Bunu bilmək mümkün deyil. Bir də ki, uşaqların yoluxduğu xəstəliklər yalnız həmin xəstəliyin bir növünə qarşı immunitet yarada bilər. Amma peyvəndlərin tərkibində isə o xəstəliyi törədə bilən bir neçə növə qarşı peyvəndləmə olur. Məsələn, misal gətirmək istəyirəm, biz Azərbaycanda pnevmokok peyvəndi olunur. Bu peyvənd pnevmokokun 13 növünə təsir edir. Yəni bu elə də aşağı rəqəm deyil. Bizdə olan peyvəndlər əksəriyyətlə bu kombinat preparatlardır. Yəni bir qızılca xəstəliyini keçirdir uşaq. Amma bizdə vurulan peyvənd qızılca, epidemik paratit və məxmərət peyvəndidir. Yəni qızılcaya qarşı yaradan immunitet onu yalnız qızılca xəstəliyindən qoruyur, amma ciddi xəstəlik, epidemik paratit və məxmərətdən qorumur. Hansı əks göstəriş var mı peyvəndlərlə bağlı? Kimlərə vurula bilməz? Yəni söhbət təbii uşaqlardan gedir. Göstərişlər ümumiyyətlə çox azdır. Yəni burada belə deyim, əgər uşağın yuxarı tənəffüs yolunda yüngül bir proses gedirsə də, temperaturu varsa da və yaxud da ki, bütün bunların heç biri əks göstəriş deyil. Hansı reaksiyalar ola bilər? Əlavə təsirlər nəzərdə tutulur. Peyvəndlər bir immunobioloji preparatdır. Yəni bütün dərman preparatlarının yan təsirləri olduğu kimi peyvəndlərin də vardır. Yəni bu inyeksiya yerində, inyeksiya vurulan nahiyədə şişkinlik ola bilər, yerli istilik ola bilər, qızartı ola bilər. Həmin ətrafda hərəkətin məhdudluğu ola bilər və yaxud da ki, orqanizm ümumi reaksiyası ola bilər ki, bu da özünü bədən hərarətinin yüksəlməsi və uşağın narahatlığı ilə biruzə verilə bilər. Amma bunların hamısı bir neçə saat və yaxud da ki, bir gün ərzində aradan qaldırılırlar. Yəni heç bir fəsad törətmir. Yalnız analara məsləhət görürük ki, həmin inyeksiya nahiyəsinə təmiz, steril, ilıq, suda isladılmış bir dəsmal bağlasınlar. Əgər uşaq narahatdırsa da yüngül geyindirilsin, təmiz havada olsun, bir də qol maye verilsin. Bəzən ictimaiyyət arasında, valideynlər arasında peyvəndlər haqqında yanlışlar var. O yanlışlar hansılar? Peyvəndlər haqqında yanlışlar çoxdur əslində. Yəni bizə verilən suallardan ən böyük mənim rastlaşdığım məsəl üçün peyvənd uşaqlarda autizm yaradırmı? Belə bir sualdır. Ümumiyyətlə peyvəndlə autizmin əlaqəsi bu 90-ların sonu, 2000-lərin əvvəlində bir ingilis cərrahının Andrew Wakefield-in yazdığı bir məqalə ilə başladı və bu da geniş bir rezonans yaratdı. Kiçik bir məqalədə belə bir nüansa toxunulmuşdu ki, peyvəndin tərkibində tiamersal adında bir maddə var və o uşaqlarda autizm yaradır.
Sonralar bu artıq cəmiyyət arasında geniş rezonans doğurdu və bu tədqiqatın belə deyim, çox kiçik insanlar arasında, yəni az bir insan arasında aparıldığı və müəyyən metodiki səhvlərə yol verildiyi sübuta yetirildi. Yəni bu sübutlar Danimarkada, Yaponiya kimi ciddi sınaqlar nəticəsində aşkarlandı ki, bu 537 min, 550 min uşaq arasında aparılan bir sınaqlar nəticəsində sübut olundu ki, tiamersalla avtistik spektrın heç bir əlaqəsi yoxdur. Yəni peyvəndlərin tərkibində orqanizm üçün hər hansı bir zərərli maddə yoxdur. Xeyr, orqanizm üçün hər hansı bir zərərli maddə yoxdur, amma əlavə maddələr vardır. Bu da yalnız buna xidmət edir ki, hər bir inyeksiyanın tərkibində mütləq əlavələr olmalıdır. Həmin preparatın, belə deyim, inyeksiya qabına yapışmaması üçün, maddələrin bir-birinə reaksiyaya girməməsi üçün mütləq əlavə maddələr istifadə olunur. Uzun illərdir bu sahədə pediatr olaraq fəaliyyət göstərirsiniz. Valideynlərlə daha çox ünsiyyətdə olursunuz. Hazırda Sumqayıtda peyvəndləmə prosesinin vəziyyəti necədir? Biz çalışırıq ki, peyvənd təqviminə uyğun olaraq peyvəndləməni həyata keçirilək. Analarla mütəmadi olaraq maarifləndirmə söhbətləri aparılır. Müxtəlif tədbirlərin keçirilməsi, onlarla söhbətlərin aparılması çox vacibdir. Yəni defanslar çoxdur, valideynlərin verdiyi suallar, biz onları başa düşürük, yəni uşaqları haqqında narahat olurlar, amma bu ciddi xəstəliklər uşaqlar üçün daha qorxuludur. Yəni məsələn, adi bir qızılca xəstəliyini misal gətirmək istəyirəm ki, qızılca xəstəliyi tanıdığımız qrip xəstəliyinin 6 dəfə yoluxucu olan bir xəstəlikdir. Bir qızılca xəstəsi 100 nəfərlə təmasdadırsa da onun 96-sı artıq qızılca xəstəliyinə, yəni bu qədər yoluxuculuq qabiliyyəti var. Və yaxud da yoluxmuş hər 5 uşaqdan birində mütləq ki, biz hansısa bir ağırlaşma görürük, qulaq infeksiyası, daimi karlıq görə bilirik, pnevmoniya görə bilirik və ensefalit kimi, eyni zamanda ölüm kimi ciddi ağırlaşmalar görə bilirik. Peyvənd vurulmada uşaqda hansısa bir yoluxucu xəstəlik var və peyvənd olunmazsa hansı ağır xəsarətlərə yol aça bilər? Ciddi xəstəliklər belə, yəni sindromlar belə peyvəndə əks göstəriş deyil. Məsələn, biz serebral iflic kimi, Down sindromu kimi, məsələn, epilepsiya kimi, allergik reaksiyalar, yalnız burada da müəyyən nüanslar var. Burada məsəl üçün deyək ki, yumurtaya ciddi allergik reaksiyası olan uşaqlara biz qrip peyvəndinin vurulmasını məsləhət görmürük. Təxirə salırıq və yaxud da ki, qan köçürülmüş, yeni qan almış uşaqlara biz qızılca peyvəndinin olunmasını məsləhət görmürük. Yəni bu nüanslarda biz anaların həssas yanaşmasını, onların narahatlığını daim diqqətə alırıq. Yəni onlara bu yöndə hər şeyi başa salırıq və başa salırıq ki, uşaqda bu xəstəlik var. Peyvənd almasa, yəni daha ciddi, daha ağır formada bu xəstəlikləri keçirəcəkdir. Tribunamızdan istifadə edib valideynlərə müraciətiniz nə olardı? Hər bir uşağın bu ciddi xəstəliklərdən qorunma hüququ vardır. Yəni bu hüququ onların əlindən almayın. Sumqayıt Tibb Mərkəzinin tərkibində 7 ailə sağlamlıq mərkəzi fəaliyyət göstərir. Sahə pediatrları, ailə həkimləri, pediatrlar, sahə tibb bacıları fəaliyyət göstərir. Yəni onlarla əməkdaşlığa dəvət edirəm valideynləri. Davamlı şəkildə peyvəndin hər dozası əhəmiyyətlidir. Peyvənd etdirmək mütləqdir. Uşaqlarınızı, yəni bu ciddi xəstəliklərdən qorumaq üçün onları peyvənd etdirin. Pediatrsınız, uzun illərdir fəaliyyət göstərirsiniz. Hər bir həkimin yəqin ki, bir hədəfləri olur. Xədicə Mollayevanın gələcək hədəfi nədir? Biz həkimlərin bir hədəfi var, o da pasientlərimizin, yəni kurasiya etdiyimiz sahənin uşaqlarının sağlamlığıdır. Bu yöndə özümün hədəfim yalnız ondan ibarətdir ki, yeni biliklərə sahib olmaq, yeni konferansda, konqrelərdə, seminarlarda iştirak etmək bir də mənim üçün ən əhəmiyyətli olan maarifləndirmə işləridir. Bizim hər bir qonağımıza ənənəvi bir sualımız var. Veriliş olaraq bizə təklifiniz nədir? Yəni əslində verilişiniz demək olar ki, geniş şaxəlidir, hər sahədən danışırsınız. Bu profilaktik məsələlər, maarifləndirmə məsələləri sizin prioritetinizdir. Yəni tədbirə layiqdir. Təbrik edirəm. Uzun ömürlü olsun. Təşəkkür edirəm gəldiyinizə görə. Minnətdaram, suallarınıza ətraflı cavab verdiniz. Çox sağ olun. Hörmətli izləyicilər, növbəti verilişlərimizdə hansısa bir həkimi qonaq kimi görmək istəyirsinizsə, bizim şərh bölməmizdə yaza bilərsiniz. Bununla da verilişimiz başa çatdı. Çalışın, sağlam olun. Peyvənd yaşadır.